13 fevral Ümumdünya Radyo Günü. Ümumdünya Radyo Günü 2011-ci ildə UNESCO tərəfindən təsis olunmuş, 2012-ci ildə isə rəsmi şəkildə qeyd edilməyə başlanmışdır. Tarixin məhz 13 fevral seçilməsi təsadüfi deyil. Bugün 1946-cı ildə United Nations Radio ilk dəfə yayıma başlamışdır. Radio dünyada ən əlçatan və operativ informasiya vasitələrindən biridir. O, savad səviyyəsindən, coğrafi mövqedən və texnoloji imkanlardan asılı olmayaraq milyonlara insana çatır. Radio operativ xəbər mənbəyidir. Fövqəladə hallarda ən etibarlı kommunikasiya vasitəsidir. Mədəniyyət və dil müxtəlifliyini qoruyur, cəmiyyətlə birbaşa və səmimi ünsiyyət yaradır. Bugün radio yalnız ənənəvi FM dalğalarında deyil, eyni zamanda rəqəmsal platformalarda, podkastlarda və onlayn yayımda da yaşayır. Ümumdünya Radio Günü səsin gücünü və sözün məsuliyyətini xatırladan bir gündür. Radio yalnız səs deyil, o insanların düşüncəsinə toxunan, məsafələri qısaldan və ürəkləri birləşdirən görünməz bir körpüdür. Mikrofon arxasında deyilən hər söz bəzən bir ümid, bəzən bir motivasiya, bəzən də tək olmadığını xatırladan bir səs olur. 13 fevral Ümumdünya Radio Günü münasibətilə bu sehirli ünsiyyət vasitəsini yaşadan və sevdirən hər kəsi təbrik edirəm. Vaxtınız xeyir. Mikrofon arxasında mən Vasif Akifli sizinləyəm. Danışır psixolog. Danışır psixolog. Danışır psixolog. Bugün Danışır Psixologda sevgidən danışacağıq. Sevgi insan psixologiyasında ən fundamental emosional təcrübələrdən biridir. Lakin müasir cəmiyyətdə sevgi yalnız fərdi his kimi deyil, həm də sosial və mədəni konstruksiya kimi təqdim olunur. Sevgililər günü kimi xüsusi tarixlər bu emosiyanı simvollaşdırır. Bəs sual da yaranır. Sevgi həqiqətən təbii psixoloji ehtiyacdır, yoxsa sosial şərtlənmə nəticəsində formalaşan davranış modelidir? Bugün psixoloqla birlikdə sevginin emosional, sosial və bağlanma nəzəriyyəsi baxımından aspektlərini müzakirə edəcəyik. Studiyamızın qonağı Logos Psixoloji və Nitq Mərkəzinin Gənclik Filialının psixoloqu, klinik psixoloq Günel Axundovadır. Günel xanım, xoş gəlmisiniz. Xoş gördük sizləri. Təşəkkür edirəm dəvətiniz üçün. Bugün nə xoş ki, bugünə təsadüf elədi sizlərlə bərabər burada olmaq. Bayramınızı təbrik edirəm. Bu sizin gününüzdür. Uğurlarınız daima bol olsun. Bütün burada çalışan hər bir əməkdaşımızı ürəkdən təbrik edirəm. Çox təşəkkür edirəm. Mən də başlamadan əvvəl təbriklərimi çatdırdım. Bütün əməkdaşlarımı, bütün həmkarlarımı, bütün radiodan səsi gələn hər bir işçimizi təbrik edirəm. Digər qonşu radiolarda olsun, bütün bu fəaliyyətdə öz əməyi, zəhməti olan hər kəsi təbrik edirəm. Bəzən də dəyərli görünən redaktorumuzu, dəyərli səs rejissorumuzu hər birini təbrik edirəm ki, həqiqətən böyük əməkləri var bizim səsimizin cəmiyyətə, insanlara, dinləyənlərə çatmasında. Siz görünməyən tərəf ola bilərsiniz, amma görün nə qədər insana buradan öz səsinizi duyura bilirsiniz. Bəli, sizin kimi dəyərli mütəxəssislərlə bərabər vacib səslərimizi çatdırırıq, vacib mövzuları müzakirə edirik. Bugün də əslində Sevgililər Günü dediyimiz bir günün bir gün öncəsindəyik. Əslində biraz şərtləndirilmiş məsələdir. Tarixlər dəyişir, təqvimlər dəyişir. İnsanlar bəzən günləri qəbul edir ya da etmir. Mən də xüsusi gün təqvim sevən bir insan olmayaraq öz subyektiv fikrimdən yanaşıram bu məsələyə. Amma təbii ki, cəmiyyəti maraqlandıran və bu gün kütlədə daha çox gördüyümüz reaksiyaları biz müzakirə etməyə çalışırıq ki, əslində gündəmin ortasında olaq, mərkəzində olaq. Elə ona görə də sevgi dedik, sevginin ehtiyacından danışmaq istədik sizinlə. İstərdim elə birinci sualımla başlayım. İnsan niyə sevgini konkret günə bağlamağa ehtiyac duyur? İnsan psixikası ümumiyyətlə simvolik düşünür. Yəni tarixlər, xüsusi günlər, emosiyalarımızı bir növ strukturlaşdırır ki, bu da hər o dediyimiz günə bir anlam yükləməyə bizi vadar edir və bu struktur formalaşdığında insan o dediyimiz o sevginin konkret günə bağlanmasına ehtiyac duyur. Ki, məsələn bir kodlaşdırdım bir günü, siz daha öncə də dediniz, sabahki günlə bağlı, biz bugün görüşdük, amma bütün şəhər artıq bilir ki, sabah 14 günlərdir artıq. Günlərdir artıq. Hər kəs bilir ki, sabah 14 fevraldır, sevginin günüdür, sevgililər günüdür və biz bu günü necə qeyd edəcəyik sualı ilə qarşı-qarşıyadılar. Yəni bu bir simvolikadır. Telefon xəttində dinləyicimiz var. Tibb üzrə fəlsəfə doktoru Həcər doktor bizimlədir, dəyərli gastroenteroloqumuz. Alo, vaxtınız xeyir olsun. Salam Vasif. Necəsiz? Çox sağ olun, siz necəsiniz? Nə xoş mənə sizin səsinizi eşitmək belə gündə, belə mövzuda. Sevgi dolu bir səs, sevgi dolu bir şəxsiyyət, sevgi dolu bir həkim. Buyurun, biz sizi eşidirik. Çox sağ olun Vasif bəy. Mən ümidvaram ki, siz məni sevgi barəsində öz fikirlərimi bildirmək üçün efirə qoşmusunuz. Buyurun, nə xoş bizə. Mən sizə bildirmək istəyirəm ki, bəli, sabahları sevgililər günüdür, bütün dünya bunu qeyd edir. Bu çox gözəl bir gündür.
Amma mən düşünürəm ki, hər bir insan üçün hər gün sevgililər günü olmalıdır. Və insanın sevgisindən əlavə insan həyatı sevməlidir. İnsan bitkiləri sevməlidir. İnsan heyvanları, Allah Taala'nın yaratdığı möcüzələri sevməlidir. Biz hər günümüzü sağlam oyandığımız üçün sevməliyik. Bəli. Və sevgi elə bir məfhumdur ki, onu biz hər bir profillərə şamil eləyə bilərik. İnsan öz peşəsini sevməlidir. Mən bir həkim kimi öz peşəmi sevirəm. Mən həkim kimi öz pasientlərimi sevirəm. Mən bir valideyn, övlad kimi valideynlərimi sevirəm. Valideyn kimi övladlarımı sevirəm. Sizin simavınızda bütün dostlarımı sevirəm, xalqımı sevirəm. Var olun. Siz də sevilirsiniz, dəyərlisiniz bizlər üçün. Çox sağ olun. Allah Taala'dan arzu edirəm ki, xalqımıza, millətimizə hər zaman sevgi hissi onların qəlbində olsun və hara getdilərsə qarşılarına ancaq sevgi dolu insanlar, sevgi dolu hadisələr çıxsın. Çox təşəkkür edirəm zənginiz Təşəkkür üçün edirəm. və eyni diləkləri biz də sizə deyirik. Yaxşı ki varsınız. Bizə insan sevməyi öyrədən dostlarımızdan biri də sizsiz, dəyərlisiniz. Təşəkkür edirəm zənginiz üçün. Günel xanım, Sağ olun. Siz də sağ olun. Təşəkkürlər. Bütün ailələrə sevgi arzulayıram. var olun, Ailələrdə var olun. sevgi olan ailə çox möhkəm olur. Mən arzu edirəm ki, Azərbaycan xalqında bütün ailələrində sevgi olsun, hörmət olsun. Çox sağ olun, minnətdarım. Günel xanım, Bəli. mövzunu davam etməmişdən qabaq bir nüansı da mən nəzərə çatdırmaq istəyirəm ki, Azərbaycanda Sevgililər Günü iyun ayının 30-da qeyd Bəli, edilir. bəli, eynən. Bu tarix İlham və Fərizənin xatirəsinə ithafən qeyd edilir. Şəhidlərimiz İlham və Fərizə 1989-cu ilin 30 iyun tarixində ailə qurublar. O tarixi biz Sevgililər Günü olaraq artıq qəbul etmişik və 2004-cü ildən Azərbaycanda Sevgililər Günü sırf 30 iyun tarixində qeyd olunmağa başlanıb. Bu günün tarixçəsi qəmli də olsa, onların məhəbbətini Leyli və Məcnun, Fərhad və Şirin məhəbbətləri ilə müqayisə etmək olar. Bunu niyə qeyd etdim? Çünki biz bu gün Sevgililər Günü deyərək başladığımız mövzunu əslində sabahki tarixə, təqvimə əsaslandırmırıq. Eynən. Sadəcə mən sizin burada olmağınızı fürsət bilib, cəmiyyətin birazdan artıq mövzunu açdıqda məlum olacaq. Bəli. Cəmiyyətin bu etiketi asması, bu tarixə bağlı qalması, məcbur olması bunu artıq birazdan Niyə sizinlə bunu sırf o tarixlər Bəli, üzərindən bəli. Birazdan tanımaq? bunu artıq sizinlə daha detallı müzakirə edəcəyik ki, necə olur və niyə olur. Bu romantik jestdirmi yoxsa sosial təzyiqdirmi? Artıq mövzunu buradan açmağa başlayıram. Romantik jest yoxsa sosial təzyiq? Mən indi təbii ki, fikirlər Çünki mən müxtəlifdir. üzr istəyirəm, neçə gündür baxıram və görürəm. Aha. İnsanlar xüsusi hazırlıqlara başlayıb, Eynən. səhifələrdə gül satışları başlayıb, mağazalarda xüsusi vitrinlər yaradılıb. Niyə hələ də biz özümüzün ənənələrimizin üstündən keçib, ənənəvi olmayan, bizə aid olmayan, mən başa düşürəm, alışılmış bir adətlərdir İllərdir bunlar. artıq bu var. Yəni Eynən, biz eynən. bugün bunu danışdıq, bunu heç bir məncə Amma bizim nə gözəl fikrimizdən- siz, mən, digərləri maarifləndirmə apararaq bu tarixi əslində özümüzün tariximizə çevirsək, nə gözəl Amma olar. nə gözəl ki, mən düşünürəm ki, bu iki tarixin ikisində də qeyd edilir. Bir nəzər salsaz, yəni bu sabahda qeyd olunacaq, 30-unda qeyd olunacaq. Yəni bu tarixlərin ikisində də bunlar qeyd olunur. Tarixlərin biri belə deyək, bizim təqvimimizdə artıb, bu da insanların özü-özünə sevgisinin daha Bəli. da artması və daha diqqət olunması ki, bir daha mənə diqqət göstərildi, bir daha mən daha O zaman romantik jestdirmi yoxsa sosial təzyiqdirmi? Mən belə deyək də, burada hansısa şəxsi fikrimi bildirmə düzgün olmaz. Mütəxəssis kimi əgər nəzər salsaq Bəli. situasiyaya, burada gəlib çıxır ki, təbii ki, bu bir növ sosial bir təzyiqdir. Çünki niyə? Baxın, siz özünüz qeyd etdiniz ki, biz gəzirik, şəhər artıq bütünlüklə istər restoranlar olsun, istər Yer tapmaq mümkün və deyil. mümkün deyil, rezervasiya üçün heç bir Bəli, yer bəli, mümkün bəli. deyil. Hədiyyə üçün gedirsən, sıra gözləyirsən. Yəni hər kəs artıq buna hazırlıqlıdır. İstər sosial şəbəkələrə də baxsaq, hətta o endirim kampaniyaları olsun, Bəli. nə bilim təklif paketləri olsun, falan Bəli, olsun. bəli. Yəni hamısı artıq bu tarixə hazırlıqlıdır. Məncə bu sosial təzyiqdir və bir növ məndə o digərində olubsa məndə də olmalıdır düşüncəsi ilə və yaxud da sabah o mənə qayıdıb deməsin ki, bax falan kəs falan şeylərdə, amma sən mənə bunu etmədin deyə Tamamilə düşüncəsi ilə. Yəni mütləq Telefon ona gələr. xəttində dinləyicimiz var. Yeganə xanım bizimlədir. Alo, vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Necəsiz? Çox sağ olun. Nə gözəl ki, sevgi mövzusunu, günlərin mövzunu sevgiləndi. Təqvimləşdirmədən, Doğrudan. etiket asmadan sadəcə sevgidən danışırıq. Əla, lap gözəl mövzudur. Sevgi hər zaman insana lazımdır, ancaq o sevgini başa düşənə. Şərt o sevgili deyil, məncə mən elə başa düşürəm, övlad sevgisi, ata sevgisi.
Yəni bu sevgi məncə 14 fevralda fərq etmir də. Gərək sırf sevgililər mi ola, yoxsa necəmi? Aha, bunu Mən hələ bunu belə bilirəm də. Sevgi, bilirəm ki, övlad sevgisi fərq etməz. Elə biz də bunu müzakirə edirik ki, Müzakirə sevginin edəcəyik, etiketi bəli. varmı, təqvimi varmı? Zənginiz üçün təşəkkür edirik. İndi biz elə sizin sualınızı müzakirə edək. Eynən, mən zaten mövzuya başlamaq istəyəndə elə bu mövzuya toxunmaq istirdim ki, sevgi deyəndə niyə ilk ağlımıza gələn sevgili münasibəti olsunmu? Yəni sevgi daha öncə xanım da qeyd etdi. Sevgi bizim evladlarımıza qarşı ola bilər, valideynlərimizə qarşı ola bilər, işimizə, peşəmizə. Yəni sevgi hər yerdədir. Baxır o sevgini hər kəs necə görür və necə duyursa. Yəni bu gün siz görürsüz, işinizi sevə-sevə görürsüz və yaxud bu gün mən pasientlərimi bütün qəbul edib bura qaça-qaça gəlib seanslarımızı sevə-sevə keçib gəlmişik. Yəni bu da onun göstəricisidir ki, təbii ki, hər işdə bir sevgi varsa, baxır, yəni o təkrar kimi çıxacaq, amma onu görüb, duyub o sevgini ötürmək çox önəmlidir. Xanım, mən sevə bilməyimi sevirəm. O duyğumun olduğunu sevirəm ki, mən sevə bilirəm. İstər işimi, istər dostlarımı, istər sürdüyüm avtomobili, istər gəldiyim iş yerimi, hər bir nüansda sevə bilməyimi sevirəm. Çünki sevə bilməyin özü bir cəsarətdir, özü bir bacarıqdır, özü bir səmimiyyətdir, insanın özünə qarşı səmimiyyət. Siz bunu görürsünüz, özünüzün bunun fərqindəsiniz, amma bəzən elə insanlar olur ki, məsələn heç onun fərqində olmur ki, mən sevməyi bacarırammı, ümumiyyətlə sevilməyə layiqəmmi və yaxud ona aşırı sevgi göstərəndə düşünür ki, yox bu qətiyyən mənə aid olan duyğular deyil, mən onun qarşılığını verə bilməyəcəm. Amma bu ki, bəlkə də o sevgisini yetəri qədər göstərir. Sadəcə o da müəyyən bir psixoloji, belə deyək də, travmatik situasiyalara bağlı olan bir şeydir ki, kök salıb artıq o sevgisini yetəri qədər göstərə bilir. Eynən. Cüneyt xanım, bəs niyə tək olan insanlar bu gündə daha həssas olur? Sadəcə sevgililər günü aid etmirəm. Biz başdan da vurğuladıq ki, bunu təqvimləşdirmirik. Biz özümüzün qeyd etdiyimiz sevgililər günümüzü artıq vurğuladıq tarix olaraq. Sadəcə belə günlərdə insanlar, təqvimləşdirdiyimiz günlərdə insanlar niyə həssas olurlar? Tək olan insanlar, ailəsindənmi, dostlarındanmı? Hətta sizin bir keçən səfər bir videonuzu izlədim. Xaricdə təhsil alan tələbələrlə bağlı bir nüans vurğulamışdınız ki, mədəniyyət dəyişimi, sosial dəyişimlər, ətraf mühitin dəyişməsi onlarda bir problem yaradır. Tək olan insanlar xüsusi günlərdə niyə həssas olur? Bilirsiniz, biz daha öncəki sualda bunu açıqladıq ki, bu sosial bir ortam, bu sosial təzyiq həqiqətən də çox pis təsir edə bilər hər kəsə. Bəlkə də insan heç tarix olaraq tarixdir onun üçün. Sabah 14 fevraldır. Bizim getdim işə, yarı iş günü işlədim, çıxdım, getdim, işimlə məşğul oldum. Yəni sıradan bir gün kimi onu yaşaya bilər. Amma ətrafı artıq görəndə ki, bu günləri məsələn gedirəm, hər kəsin əlində bir gül varsa, hər kəsə bir qayğı, diqqət varsa, təbii ki, istər-istəməz insan hər şey müqayisə ilə bir-üzə çıxır da. Yəni mən özümü digərlərinə müqayisə eləsəm, baxacağam ki, bunda varsa niyə məndə yoxdur? Artıq başlayır özünü sorğulamağa. Demək ki, məndə bir problem varmı? Niyə məndə bu duyğuları yaşaya bilmirəm? Niyə bu qayğını mənə göstərilmir? İnsan istər-istəməz o məyusluq duyğusu ilə qarşı-qarşıya qala bilər. Bəli. Dəyərli dinləyicilərimiz, qeyd edim ki, verilişimizə Logos Psixoloji və Nitq Mərkəzinin sponsorluğu ilə qulaq asırsınız. 2014-cü ildən etibarən fəaliyyətə başlayan Logos Psixoloji və Nitq Mərkəzi artıq 10 ildən çoxdur ki, bütün yaş qrupları üzrə psixoloji xidmətlər göstərir. Mərkəzdə klinik psixologiya, uşaq və yeniyetmə psixoterapiyası, nitq və inkişaf pozuntularının diaqnostikası və korreksiyası sayəsində peşəkar yanaşma təqdim edilir. Gecikmiş danışıq və nitq inkişafında problemlər, autizm spektri pozuntusu, hiperaktivlik və diqqət çatışmazlığı, yeniyetmələrdə depressiya, özgüvən problemi və şəxsiyyət axtarışı, sosial fobiya, panik atak, obsessiv kompulsiv pozuntular və yuxu problemləri, ailə daxili münasibətlərin psixoloji məsləhətləndirilməsi, valideyn-uşaq münasibətlərinin tənzimlənməsi ilə yanaşı, eləcə də psixoloji və nevroloji problemlərin bərpasında mühüm rol oynayan müalicəvi idmanla dəstəkləyici proqramlar həyata keçirilir. Mərkəz peşəkar mütəxəssisiyyəti ilə Gəncə, Bərdə, Lənkəran və Quba şəhərlərində, həmçinin Sumqayıt və Bakı üzrə Gənclik, Yasamal, Əhmədli və Xırdalan filiallarında xidmət göstərir. Adı çəkilən şəhər və bölgələrdə yerləşən filiallardan peşəkar dəstək almaq və qeydiyyatdan keçmək üçün Ulduz 46 48 nömrəsinə 724 zəng edə bilərsiniz. İndi isə qısa musiqi fasiləsinə ayrılırıq, siz isə dalğanı dəyişməyin. Данышир психолог. Данышир психолог. Данышир психолог. Təkrardan axşamınız xeyir olsun. Qaldığımız yerdən davam edirik. Reklam fasiləsindəydik və studiyamızın qonağı Logos Psixoloji və Nitq Mərkəzinin Gənclik filialının psixoloqu, klinik psixoloq Günel Axundovadır. Mövzumuz isə sevgidir. Sevgi ehtiyac mıdır yoxsa emosional asıllıq? Bu mövzu ətrafında danışırıq. Telefon xəttində dinləyicimiz var. Nigar xanım bizimlədir. Alo, axşamınız xeyir olsun. Alo, axşamınız xeyir. Və sevgi ilə də olsun. Buyurun, biz sevgidən danışırıq. Sağ olun.
Sevgi haqqında fikirlərimi bildirmək istirdim. Buyurun. sizə. Mənə görə sevgi təkcə sözdə deyil, əməldə də olmalıdır, mütləq şəkildə. Biz də onu demək üçün buradayıq. Sözdə hamı bir-birini sevir də. Bu istər dostluqda da ola bilər, Bəli. sevgidə də, münasibətdə də ola bilər. Amma əməldə bunu göstərmək məncə daha çox önəmlidir. Çünki istər qadın, istər kişi sevgi sözlərini eşitmək xoşdur, istəyərdi. Amma onu əməldə göstərmək, xüsusən də qadına diqqət, təbii ki, kişilərə də diqqət lazımdır, o heç. Sevgi qarşılıqlıdır. Bəli, mütləq şəkildə. Amma qadınlar inanın ki, onu xüsusilə çox gözləyir. Xüsusən indiki zamanda sanki heç kəs göstərmək istəmir, işdən yorğun gəlir. Ya da göstərə bilmir. Əksəriyyəti göstərə bilmir məncə. Bəlkə də, amma çalışsaq inanın ki, onu göstərə bilərik. Sadəcə misal üçün kimsə desə ki, başım ağrıyır, misal üçün və bir günə xəstələnmişəm. Məncə münasibətdə olan bəylər o qadına yığıb soruşsa gün ərzində ki, necə oldun? Ya bir dənə misal üçün bir gül göndərsə, bir meyvə səbəti göstərsə, bu onun əməli artıq diqqəti göstərir ki, Nigar xanım, öz sevgi ehtiyaclarınızdan danışırsınız, amma biz sevgini sadəcə qarşılıqlı olaraq cütlüklərdən danışmırıq. Sevgi biz başlayanda da vurğuladıq. Bu arada sizin fikirlərinizi aldıq. Çox gözəl fikirləriniz var və sizə maraqlandıran, öz tərəfinizi düşündürən fikirləriniz var, amma mütəxəssisimizə sualınız varmı sevgi ilə bağlı? Mütəxəssis onu demək istəyirəm ki, çox gözəl psixoloqdur, onu çox sevirik. Təşəkkür Hər zaman edirik. videolarına da baxırıq. Çox sağ olun, minnətdarım. Hər günü sevgi ilə dolu olsun. Hər birimizin Təşəkkür ümidvarıq, edirəm. hər Hər birimizin birimizin. günümüz sevgi ilə dolar. Elə bizim də, bizim hazırda arxa planda bizimlə bərabər əziyyət çəkən həm də radio günüdür. Bu gün vurğuladıq. Mütləq. İşini sevərək görən, sevgisi ilə görən dəyərli Bəli. efir rejissorumuz, dəyərli səs rejissorumuz, hər birinin də günü mübarək olsun və həqiqətən də sevgiləri ilə bu efiri gözəl ərsəyə gətirirlər. Sevgiləri ilə sizin kimi dinləyicilərlə bizi birləşdirirlər. Çox təşəkkür edirəm zənginiz üçün. Yanaşmanız hiss olunur ki, necə sevgi dolu yanaşırsınız. Hər zaman efirlərinizdə YouTube kanalımıza baxırıq. Çox sağ olun, minnətdaram. Təşəkkür Təşəkkür edirəm diqqətiniz üçün. Sizin sevginizin nəticəsidir ki, biz də işimizi sevirik. Günel xanım, qaldığımız yerdən davam edək. Psixoloji olaraq insan niyə xüsusi tarixlər yaradır və o tarixlərə də inanır, orada da bir incilik yaradır özünə? Baxın, əgər mən daha öncə söylədim, bu simvolik olaraq günlər var, müəyyən günlər. İstər insan doğum günü olsun, istər məsələn yeni il olsun, istər bax indi 8 mart gəlir, 8 mart günləri olsun. Nigar xanımın sözünə bir açıqlama vermək istirdim. Orada bir şey dedi ki, yəni əməl olaraq göstərmək sırf maddiyyatla bağlı məncə yəni Nigar xanım onu vurğulamırdı. İndi səbətdə, güldü falan da okey, bu amma önəmi yoxdur bunun belə deyək də. Çox gözəl istəklərdir əslində bunlar. Biz İstəklər ola sevdiyimizə bilər. sevildiyin nəyləsə Yəni o hissetdirməliyik. kiçik bir buketlə də onu sevindirə bilər və yaxud bax deyirsiniz o günün fərqi varmı? Niyə günə anlam yüklüyürük? Bu ona gətirir, çıxarır ki, biz o qədər o günlərimizin sayı azdır ki, insanlar o günləri səbirsizliklə gözləyir. Sırf düşünür ki, sevgi o tarixdə olacaq. Bəs bu günlərin bu qədər özəl olmasının səbəbində marketinq və sosial şəbəkələrin rolu varmı? Biz bugün burada marketologlar bizi linçləyəcək bütün. Amma var. Bir mənalı şəkildə var. Məncə də var. Niyə? Ben məsələn olmasaydı özünüz də Instagram, sosial Sosial şəbəkələrdə, medialarda da. medialarda istifadə edirik də. Artıq Günel xanım, nəinki sosial medialar, üzr istəyirəm sözünüzü Bəli. kəsdim. Mən artıq günlərdir marketlərə, mağazalara, şəbəkə olan bir marketlər zincirlərinə girəndə Yəni. görürəm ki, artıq xüsusi vitrinlər yaradılıb, xüsusi Yəni. satışlar, kampanyalar, endirimlər və bir tərəfdən də baxıram ki, yaxşı, sabahları bu tarix bitdikdən sonra bu vitrin nə olacaq? Növbəti il üçün rəfə mi qaldırılacaq bunlar? O da satışdır. Yəni həmin tarixdə inandırım o qədər satış olacaq. Bəlkə də bu günləri heç o günün anlamına o qədər köklənməyən bir insan, amma evinə o qədər sizin dediyiniz o vitrindən bazarlıq edib evinə aparacaq. Yəni ondan faydalanacaq. Bu da bir Bəli. marketinqdir. Hətta bu kiçik hədiyyələrdən danışdıq. Misal üçün o elə vitrindən də onun sevdiyi bir nə bilim şokolad ola bilər və yaxud sevdiyi bir Oyuncaq ola bilər. Evladına sevgisini bildirər. Mütləq deyil ki, Bəli. bu belə münasibətlərdə bəlli olsun. Yox, sadəcə evladına da o sevgisini göstərə bilər ki, hə bu gün məsələn bu gündür, 8 martdır, mən sənə sevgimi bildirdim falan dedim. Daha öncə qeyd etdiyimiz kimi tarixləri niyə bu qədər önəmsəyirik? Çünki
azdır. Yəni sevgili sırf o tarixlərlə biz bildirdiyimiz üçün insanlar da bir növ buna o duyğulara ac olduğu üçün ona o qədər anlam yükləyirlər. Elə sosial şəbəkələrdən danışmışkən istərdim bu nüansa da toxunaq ki, hamı paylaşır, mən də paylaşmalıyam düşüncəsi hardan gəlir? Bəzən bilirsiniz necə olur? Yəni hətta kimsə paylaşıbsa belə, indi düşünür ki, mənim storylərimə onu tanışlara baxmır. Hətta screenshot edib onu paylaşanlar da var. Yəni bu da hardan gəlir? Sırf mən o duyğudan kənar qalmadım. Məni də sevirlər, mən də sevilirəm. Kimi insanlara bir mesaj ötürmək. Bunu göstərməyə məcburuqmu? Yaşadığımız duyğuları, sevgimizi. Bunu siz deyə bilərsiniz, məcbur deyiləm. Mən deyə Məncə bilərəm, məcbur xoşbəxtlik səssiz deyiləm. olan Amma bir şeydir. hər kəs individual yanaşır bu məsələyə. Yəni hər kəs fərdidir. Biz deyə bilmərik ki, bu insan nə səbəbdən bunu edir. Yəni nə səbəbdən bunu paylaşıb. Bunu bir araşdırmaq lazımdır. Telefon xəttində dinləyicimiz var. Vüsal bəy bizimlədir. Görək onun fikirləri nədir bundan bağlı. Alo Vüsal bəy, axşamınız xeyir olsun. Salam, axşamınız xeyir olsun. Gününüz sevgi ilə də olsun. Sevgidən danışırıq. Təşəkkür edirəm, salamlayıram qonaqlarınızı. Sizin Təşəkkürlər. Kanalın nümayəndələrini hamısı salamlayıram. Çox sağ olun. Çox gözəl bir mövzudur sevgi. Sevgi gözəl bir hisslərdir. Sadəcə onu qarşılığın alsaq daha gözəl olar. Sevgidə qarşılıqlı anlaşma deyəyin, bir-birini başa düşməyin, yaxşı, pis gündə bir yerdə olmaq bu həqiqətən də sevgidir. Mənim fikrimcə belədir. Günel xanımın sizə sözü var. Baxın, çox doğru vurğuladı. Yəni bəzən də o sevgini niyə göstərirlər? Çünki qarşılıq alıb qarşılıq görməmiz üçün. O sevginin qarşılığını almayanda da təbii ki, məyusluq duyğusu ilə üz-üzə qalırıq və burada da artıq sevgi haqqında fikirlərimiz də dəyişmiş ola bilər. Vüsal bəy, qarşılıqsız sevgi yaşamısınızmı? Qarşılıqlı sevgi yaşamışam daha doğrusu. Ancaq insan nə qədər sevirsə, Allah eləməmiş, o sevgi nifrətə dönürsə, nifrət sevgidən də daha çox yaranır. Razıyam, indi buna bir açıqlama verəcəm mən də. Varmı başqa bir sualınız, yoxsa fikirlərinizin üzərindən müzakirəmizi davam etdirək? Yox, başqa bir sualım yoxdur. Sadəcə Allah hər zaman təmiz sevgini hər bir insana bir-birinə nəsib eləsin inşallah. Ümid edirik və dilirik ki, hər birimizin bu arzumuz üçün real olar. Buyurun Günel xanım. Baxın, burada iki nüansa mən diqqət yetirmək istəyirəm. Bir, yəni sevgi anlayışı hər kəs üçün fərqlidir, bunu deyək. Qarşılıqlı sevgi gözləmək də, yəni mən qarşı tərəfdən hansı sevgini gözləyirəm? Beynimdə, xəyalımda qurduğumu sevgini gözləyirəm, onun anladığı sevgini mi gözləyirəm? Bəlkə qarşı tərəf elə bu qədərini bacarır və bu qədərini sevgisini ötürə bilir. Mən indi deyim ki, o mənə yetəri qədər sevgi ötürmədi, artıq mən də o məyusluq duyğusu ilə üz-üzə qalım və deyim ki, qarşılıqsız sevgi yaşadım və yaxud artıq burada bütün sevgi anlayışım da bitdi. Bundan sonra heç kimi sevməyəcəm kimi düşüncələr də bəzən formalaşır. Amma bu olmaması üçün bir qarşı tərəfi analiz etmək gərəkir ki, bunun sevgi anlayışı nədir ümumiyyətlə? Yəni sevgi bunun üçün nə məna daşıyır? Mövzumuz sevginin mənalarına gəlirsə əgər, onda elə mən də sizə belə bir sual ünvanlayım. Siz burada varkən bu fürsəti dəyərləndirim. Sevgi necə olmalıdır? Sevgi hissdirmi yoxsa seçimdirmi? İlk başda təbii ki, hisslər. Mən hətta bunu bilirsiniz nəyə bənzədirəm? Bəzən pasientlərimə də buna misal göstərim. Bizim hisslərimiz bəzən bizi düzgün düşünüb qərar verməyimizdə də maneə ola bilər. Hisslərimiz. Niyə düşünür ki, hisslə qərar verdim, artıq indi düşünürəm hisslərim tükənib və mən artıq ağılla qərar verməyə gələndə o hisslərimi buraxıb kənara gedə bilmirəm. Amma biz hisslərimizi də itirəndə sizə müraciət edirik ki, dəyərli psixoloqumuz, biz hissimizi itirmişik, nə edək? Bunun arasını, ortasını necə tapaq bunu? Necə mərkəzləşdirək ki biz? Hər şey qara və ağ deyil, boz rəngimizdə var. Təbii ki, o qədər biz o emosional aclığı olur ki insanlarda, biz aşırı bu sevgiyə, bu hisslərə qapılırıq. Sonradan hisslər, sevgi tükənəndə artıq biz qalırıq ki, bizim bu belə deyək də düşüncəmiz, ağlımız, emosiyalarımız olmayanda mən necə qərar verəcəm? Çünki bu günə qədər sırf emosional qərarlar alırıq və bundan sonra da aldığımız qərarları emosiyalar idarə etmir
danışmayanda çətinlik çəkirik. Bəs sağlam sevginin əlamətləri nələrdir? Sağlam sevgi Bütün münasibətlərə aiddir bu. Bəli, ümumiyyətlə bu valideyn evlad arasında, Bəli, iş bəli. münasibətlərində, istər sevgili münasibətində ilk başda məncə qarşılıqlı anlaşılmaq. Yəni məni qarşı tərəfim anlayırmı, anlamırmı? Bunu bir nəzərdən keçirmək lazımdır. İkinci bir nüans, biz eyni cürmü düşünürük. Yəni anladım, tamam, bəs düşüncə tərzimiz, bu sən dedin, tamam, mən qəbul edirəm ki, mən bunu anladım. Bəs sonrakı etap, yəni bizim düzgün bərabər addımlamağımız necə olacaq və addımlaya bilirikmi, bilmirikmi? Bu əgər indi sevgidən, münasibətdən söhbət gedirsə, ilk başda təbii ki, bu sevgili münasibətində də biz deyirik. Bir, siz anlayın ki, eynimi, məsələn, biz əgər bunu demək, burada belə bir şey, musiqidən söz gedirsə, artıq biz bilməliyik ki, eyni musiqini danışırıq, yoxsa yox. Əgər indi radiodası musiqidən elmi dildə keçmək istəmədim o yüzdən. Yəni biz düşünməliyik ki, bu günləri biz musiqini dinləyəndə eyni duyğunu hiss edirikmi, yoxsa yox? Eyni pəncərədən baxa bilirikmi həyata? Bəli, eynən. Bu çox önəmlidir. Rənglərimiz eyni yağmurda islanmaq istəyirikmi, eyni günəşdə isinmək istəyirikmi? Amma əgər bu gün mən deyirəmsə, mən bu günləri teatra getmək istəyirəm, bu adam da teatra getmək istəmirsə, deyir, yox, mənim bu günləri bir başqa görüşüm var, dostlarımla gedəcəm. Yaxşı 1, 2, 3. Burada qarşılıq görməyəndə, onun da istəkləri nəzərə alınmayanda, təbii ki, bu artıq bu sadəcə istək də deyil əslində. Zövqlər də fərqli olduğu zaman insanlar zövq ala bilmirlər. Bəzən deyir ki, insan zövqü dəyişə bilər, amma bu zamanla bəziləri uyğunlaşma duyğusuna gəlib çıxır. Biz bir-birimizə uyğunlaşa bilərik müəyyən qədər. Amma baxır kimsə bunu nə səbəbdən uyğunlaşır, istəyərəkmi uyğunlaşır, istəməyəndə də artıq o partlayış duyğusu. Elə burada da belə bir sual çıxır ortaya. Asıllıq sevginin fərqi varmı? Yəni asıllıq mı var, sevgi mi var? Ya da bu asıllıqla sevginin arasında hansı fərq var? Asıllıqla sevginin arasında sevgi əgər biz seviriksə, artıq sevgi anlayışı müəyyən dövrdən sonra keçir bizim bir-birimizi anlamamıza, bir-birimizə hörmətimizə, bir-birimizi dəstəyə, yəni daima mən sənin yanında varam anlayışına ki, mən səni dəstəkləyirəm, amma asıllıq bu artıq sevgi adı altında bir növ sevgi adı altında bir növ bilirsiniz artıq o paranoyal düşüncələrə çevrilir. Mən asılı qalıram bu insana. O insan yanımda olmasa mən heç bir addım ata bilmərəm. O insan yanımda olmasa düşünəcəm başqa-başqa bir hadisələr baş verir. Bu artıq asıllıqdırmı? Bəli, müəyyən qədər asıllıqdır. Ki gətirir, çıxardır və durmadan SMS-ə cavab gözləmək və yaxud SMS atdım, 2 xətt oldu, yəni mənə geri dönmədi. Zəng vurdu, cavab vermədi. Hardadır bilmirəm. Geolokasiyalar göndərməkdir. Yəni bunlar hamısı təbii ki, bu asıllığın göstəriciləridir. Yaxşı, bəs sevilmək ehtiyacı ilə sığınmaq ehtiyacı niyə qarışdırılır? Biraz artıq mövzunu daha psixolojik tərəfə çəkirik. Burada sevilmək və sığınmaq. Sevilmək, hər kəs sevilmək istəyər. Ta uşaq, balaca uşaqdan böyüyə kimi yaşlılarımız da sevilmə duyğusunu istəyir. Amma sığınmaq artıq bilirsiniz necə, o tamamlanmamış duyğularımı mən kimdəsə sığınıb axtarıramsa, bu da bir növ asıllığa gəlir, çıxardır. Yəni mən həyatımın üzərindən böyük bir xətt çəkirəm, özümü bir növ verirəm, öz həyatımı verirəm kiminsə əllərinə ki, sən mənim həyatımda necə istəyirsən elə də idarə elə. Yəni bir növ ona sığınıram. Yəni bugün sən bu yolu addımlayacaqsansa, mən səndən paralel addımlayacağam. Sən nə desən o olacaq. İnsan özü yox olur və kiminsə həyatını davam etdirir. Bəs sevgi bir gün mü olmalıdır, yoxsa ömür boyu mu? Biz bəlkə təqvimlərdən danışırdıq, ona görə qayıdıram ki, biz sevgimizi bir gün mü göstərməliyik, yoxsa bir ömür boyu bunu hansısa xırda-xırda sevgi göstərmək, məsələn, meyvə səbətindən, gül səbətindən, hədiyyələrlə. Yəni gəlin belə deyək də, baxır kim necə sevgini göstərmədən danışaq da. Məsələn, siz sevgini yəni göstərməyi nə edirsiniz? Məsələn, necə göstərirsiniz? Bir günmü, ömür boyu mu? Mənə görə sevgi əgər öz fikrimi deməyim lazımdırsa, hətta bunu analiz etməyi istəyirəm. Çox bilirsiniz ki, mən səmimi insanam və öz subyektiv fikirlərimi hər zaman açıq da səsləndirə bilirəm. Hətta mən sevməklə sığınmağı da bərabərləşdirirəm özümdə. İnsan sevdiyi yerə sığınar, sevdiyi şəxsə sığınar. Mənim sevdiyim şəxsin də mənə sığınmağı məni daha rahat edər bu həyatda ki, mən birinin sığınacağı olmuşam və özüm də sığınacaq yerdə. Konfor zonası olur mənim üçün bu. Və mən sevdiyimi amma baxır, sağlam sığınmaqdan söhbət gedirsə, çünki burada əgər psixoloji bir problemə dönüşürsə, artıq bu sağlam olmayan bir sığınmaqdır. Mən dırnaq arası hər şeyin ideal olduğu yeri sevmirəm.
Biz bəzən özümüzü çox ideal göstərməyə çalışırıq ki, Eynən. mən sevirəm və kriteriyalarım budur, şərtlərim budur. Deyil. Mən bəzən ağlamaq da istəyirəm, bəzən Çünki gülmək sığınmaq də deyəndə istəyirəm. məsələn siz deyirsiniz sevinməkdə ola bilər ki, məsələn qarşı tərəf o sığınma bu günə kimi ata qayğısı görməyən adam gəlib sizdən həm atası olmasını istəyəcək, həm həyat yoldaşı, həm sevgilisi olmasını Bu istəyəcək. məncə də yanlışdır. Kimsə Bu kimsənin sizi atası sıxa anası ola bilər. bilmir. Yəni Kimsə bu sizi kimsənin sıxa atası bilər, anası o ola yüzdən bilmir. bunu mən Mənə də kimsə açıqlamaq analıq istədim. etmək istəsə bunu qəbul etmirəm. Çünki Bəli. mən o anda sevgiyə ehtiyacımı gözləyirəm. Mən evladımla evladım kimi, dostumla dostum kimi, işimlə Hayır, iş bunu kimi. bir tık ayırmaq lazım. Sığınmaqla o sevmə. Elə ona görə siz burdasınız. Bəli, Ona görə aydınlıq sizi gətirmək dəvət istədim etmişik sadəcə. ki, bunu müzakirə edə bilək. Hətta mən sizə zəng vurub sizi studiyamıza dəvət etdiyim zaman ki, belə bir mövzu ilə danışacağıq, belə bir mövzunu müzakirə edəcəyik. Sizlə sualım bu olmuşdu. Sığınmaqmı yoxsa sevməkmi? Bəli, eynən. Çünki işin əslində bəli, ayrılması lazım olan nüansı burdadır. Və bəzən də biz cəmiyyət olaraq ya da hər kəsə şamil etmirik onsuz da fikirlərimiz, amma qarışdırırıq bunları. Qarışdırdığımız zaman da belə bir söz var, deyir, acıların çoxu gözləntilərin çoxluğundan gəlir. Biz Eynən, bəzən çox eynən. şeylər gözləyirik ətrafımızdan, Bütün yüklüyürük. problemlər də zaten o istər gözləntilərimizi. münasibətlərdən tutmuş, istər hər bir işdə də, yəni əgər bizim gözləntilərimiz aşırıdırsa, yəni qarşı tərəf bu gözləntilərdən fərqində deyilsə, heç yoxdursa, sən beynində bir ssenari qurmusansa və hansısa bir ssenari ilə özün yaşayırsansa, qarşı tərəfin bundan heç bir xəbəri yoxdursa, artıq burada mənim gözləntilərim həyata keçmirsə, təbii ki, burada problemlərlə üzləşəcəm. Bəs uzun müddətli münasibətlərdə romantika niyə bitir? Çünki münasibətləri stabil saxlamaq üçün, eyni dinamika olması üçün, eyni duyğuları yaşamaq üçün əsas vacib məqamlardan biridir ki, o duyğularımızdan qaçmayaq, onu dilə gətirməyə bacarmaq lazımdır. Yəni bəzən olur ki, adiləşir. Heç sən mənim üçün nə qədər önəmlisən. Niyə adiləşir? Biz sevdiyimiz nüansları, yenə deyirəm, sadəcə cütlüklərdən danışmıram. Sadəcə romantika dediyimizdə cütlük Elə, gəlir ağla. bəli, eynən. Dəyərlər deyək, hansısa bir dəyərlər azalır deyək. Valideynlərimizə, gəlin Biz valideyn onu deyək də, ən son valideynimizə sən çox istəyirəm, sən mənim üçün çox yaxşı ki varsan, nə yaxşı ki sən mənim valideynimsən və yaxud evladımıza, nə yaxşı ki sən mənim həyatımdasan. Yəni bu cümlələri nə zaman hamı bir düşünsün, Amma ən burada son bir nə zaman ziddiyyət də var. demişik? Biz elə televiziya proqramlarımızda da danışıb, soyuqda müzakirə etdiyimizdə nə deyirdik? Bizim bizdən öncəki nəsillərimiz bizi sevgisiz böyüdüblər. Tamam, böyüdü. Bu ayıb Onların olub, bəlkə bizə də onu bildirmək, biz o sevgini empoze amma o etmək da ayıb onların olub. günahı. Mən bunu da danışmışıq biz sizinlə Bəli. müzakirə etmişdik televiziyada, amma indi buradan da səslənmək istəyirik. Bəzən valideynlərimizi bizim daha öncə onların da böyüdülmə üslubuna baxılırsa, onların günahı deyil. Yəni bir onları analiz etsək, zaten onların bildiyi doğru tərəf budur. Yəni onlar bundan sonrakı etapı bilmədiyi üçün o sevgisini sizə göstərə bilmirlər. Yəni sevgi anlayışı nə olduğunu bəlkə də bilmirlər. Bilirlər, amma öz doğruları var. Bildiyi qədəri budur. Yəni o sənə o bildiyi qədərini ötürə bilər. Ekstra nəsə tələb eləyirəmsə, bu günləri mənim gözləntim odursa, ən az o duyğularla onu tanış etmək lazımdır ki, sabah o da eyni duyğuları sənə ötürə bilsin. Yəni burada sevgili ilə münasibətdədir. Yəni sən bu dediyimiz kimi ssenarinin içində yaşayırsansa, onu sən də ssenarinin içinə bir belə deyək də tanış et ondan. Ondan sonra ekstra bir tələblərində bulun. Hə, yəni deyirsiniz yazdığımız, oynadığımız ssenari qarşı tərəflərə də bildirməliyik ki, mən bu ssenaridəyəm. Yəni ən azından mənim səndən gözlə açıq bu dediniz niyə uzun müddətli olmur? Sırf o səbəbdən ki, yəni bəzən cütlüklər, elə bütün münasibətlərdə açıq sözlü danışmırıq. Yəni münasibətlərdə əgər mənim bu gün səndən nəsə narazıçılığım varsa, bunu açıq-açıq gəlib sənə bildirməliyəm ki, baxın, nə bilim, evladım olsun. Sən bu gün bu hərəkət etdin, amma tamam bu sənin doğrun ola bilər, misal üçün. Amma burada mən bir valideyn olaraq bunun mənə xoş olmadı. Aha, yox, mən onu təzyiq göstərim, bundan sonra sənə bunu qadağa qoyacağam, onu eləyəcəm, bunu eləyəcəm. Sən telefonda bu oyunu oynadın. Əslində mənim səndən gözləntim bu deyildi. Mən yenə gözlənti gəlir ki, tamam, amma uşağın doğrusu odur ki, bu gün ətrafında bütün uşaqlar oyunu oynayır. Bəli. O oynamayanda artıq onlardan 1-0 geridə qalır. O uşağın da özünə görə haqlı açıqlama səbəbi var. Biz onu dinləmirik. Artıq buradan bir müdaxiləmizi edirik, telefonu qadağa qoyuruq. Biz niyə yox deyə bilmirik? Ümumiyyətlə uşaqlardan, ailədən, cütlük münasibətlərindən qırağa çıxaraq. Biz niyə yox deyə bilmirik? Məncə elə bizim sevgi anlayışımızın içində bu da var. Var. Yox deyə bilmirik bəzən. Yox deyə bilmirik çünki düşünürük yox desək sevilmərəm, seçilmərəm və olduğum ortamdan uzaqlaşdırılaram. Yəni ən böyük məncə qorxu hissi budur ki, tək qalaram. Yox
sevdikcə məni sevməyəcəklər. Mən dəfələrlə olub ki, belə bir situasiya ilə rastlaşmışıq pasientlər üzərindən ki, gəlir, mən yox demirəm sırf o səbəbdən ki, mən bu dostlarıma yox desəm, sabah bu dostlarım mənim ətrafımda olmayacaq. Və yaxud mən rəfiqəmə yox deyə Həqiqətən bilmirəm. olmayacaqlar. Yoxsa bizim yaşadığımız bir qorxudur bu. Bəzən həqiqətən də rast gəlinib ki, sırf onun o yox deməmə bacarığına görə onun ətrafındadır. Rahat insana çevrilir. Bu gün mən darıxıram, yığdım ki, mən burdayam, gələ bilərsən, yox deyə bilmədiyi üçün işini bütün təxirə salır, gedir onun yanına. Amma özünə zərər vermiş olur. Zərər verir, tamam. Və yaxud da ki, cibində pulu yoxdur misal üçün də. İndi maddiyyatla bağlı bir sorunu var, amma Çox ondan normaldır, hamıda ola bilər. Yəni müraciət edir, o yox deyə bilmir, amma gedir kimdənsə istəyir və həmin adama o yaranmaq üçün, ona yox deməmək üçün onu yəni Bəli, məmnun edir. O məmnun etmələri də bizim özümüz əslində məmnuniyyətimizi pozur. Və gün gəlir insan baxır ki, yəni bu günə kimi mən nə etmişəm? Mən indi yox deyə bilərəmmi? Deyəndə də artıq ətrafına baxanda heç kim qalmır. Çevrəsində o dost dediyi, o yaxınları dediyi insanlar artıq ondan üz döndərmiş olur. Bəs Günel xanım, adresləşdirmədən, təqvimləşdirmədən, etiket asmadan, cütlük münasibətlər olsun, ailə münasibətlər olsun, iş, dərs, bütün hər bir yerdə biz sevgimizi necə qoruyaq? Necə zərər verməmələri üçün mübarizə aparaq? Əslində bizim sevgilərimizə zərər verirlər. Və əlbəttə, yəni əslində elə o təqvim dediyimiz, o tarixləşini simvolik etməməməsi üçün, yəni bu olmasa daha yaxşı biz sevgimizi bildirə bilərik. Anladınız nə demək istəyirəm? Yəni bu günləri məsələn mütləq deyil ki, 8 martda mən sevgimi bildirim. Bax məsələn ad günü, düzdürmü? Hər kəs bilir ki, bu gün məni təbrik edəcəklər. Bu gün mənə xoş sözlər deyəcəklər. Heç həyatımızda nə bilim, bu günə kimi illərdir yazmayan adam birdən story görür, səni təbrik edir. Axı bu nə qədər səmimidir. Və niyə sadəcə o gün? Niyə həmin günü? Məsələn, təbii gördü storydə mənə yazdı, təbrik etdi. İnsana xoş gələ bilər. Amma onun arxa fonunda baxanda ki, sən illərlə yoxsan, təsadüf nəticəsində storydə görmüsən və bu gün mənə hansısa bir sevgi ver. Rəfiqəmdir, illərdir danışmırıq və storydə görür mənim adımda sən çox özəlsən, beləsən. Yəni bu axı artıq insana onun nə qədər qeyri-səmimi olduğunu ötürür. Yəni bu sevgi deyil. Anlayırsınız? Və o ümumiləşdirib o tarixlərə bağlamamaq üçün biz tarixə odaqlanıb sevgimizi bildirməməliyik. Yəni sevgi hər gün, hər dəqiqə, gözlənilməz bir anda bildirsək, daha belə deyək də məqsədə uyğun olar, daha uzun müddətli sevgi anlayışına çevrilə bilər. Yəni bunu qorumaq üçün deyirsiniz ki, əslində bütün sərhədlər özümüzdən başlayır. Bəli. Yəni onu bu gün məsələn sabahı gözləmədən bu gündən artıq o güllərini, hədiyyələrini aparıb verən insanlar var ki, mən ilk oldum. Mən bu gün səni hamıdan öncə təbrik etdim. Sabahı gözləmədim. Ya bu da bir Günel xanım, niyə bu qədər vacibdir sevgi həyatımızda? Baxın, bir veriliş ayırmışıq, bir müzakirə mövzusu etmişik. Birdən elə özümü də narahat etdi. Niyə sevgi bu qədər vacibdir həyatımızda? Sevgi nəinki insanlar üçün. Sevgi birinci ilk bağlanan xanım da çox gözəl cümlə vurğuladı. İstər heyvanlar arası, istər bitkilər arası. Hər bir bitkini sevgi ilə Həcər doktor bildirdi. Yəni orada belə sevgi olmasa o bitki solub gedər. Könül xanım xəttədir. Alo, vaxtınız xeyir olsun Könül xanım. Təbii ki, axşamınız sevgi ilə də olsun. Çox sağ olun, minnətdaram. Təşəkkür edirik. Buyurun, biz seçdirik. Mənim fikrimcə sevgi birinci dostluqdur. Çünki bütün münasibətlər dostluqdan başlayır. İnsan anası ilə də dost olur, ona sevgi ilə bağlanır və yaxud həyatına birini alırsa, onunla da dost olur ilk öncə. Gözəl bir vurğuladınız ilk öncə, bəli. Çox gözəl vurğuladı, onu da açıqlamasını verəcəm. Var mı başqa sualınız? Yox, başqa bir sual. Çox təşəkkür edirəm. Təkrar edirəm, gününüz sevgi ilə dolsun. Təşəkkür edirik. Diqqət etdinizsə bu gün dinləyicilərimizin çoxsu sual vermədi, sevgi ilə bağlı şərhlərini bildirdi. Çünki baxın çox gözəl vurğuladı. Dost anlayışı həqiqətən çox önəmlidir. Bu gün ailə həyatında da uzun müddətli münasibət əgər istəyiriksə, biz dost olmağı bacarmalıyıq. Fikirlərimizi hörmətlə yanaşmalıyıq. Necə olur məsələn biz iş ortamında və yaxud həqiqi dostlarımızla dost olmağı bacarırıq, evdə dost olmağı bacarmırıq. Yəni elə bir şey yoxdur. Həqiqətən bu belə deyək də o level adlayıb ora gəlsək, yəni o dost anlayışı mərhələlərə keçib gəlsək, cəsarətli bir sevgidir. Bəli, o bir cəsarətdir. Bu anlayışı
artıq biz anlasaq, o zaman bizim münasibətimiz də uzun müddətli olar. Çünki ola bilər, yəni dostumuzla müəyyən qədər o relaks olduğumuz kimi, rahat olduğumuz kimi münasibətlərimizdə o rahatlığı axtarırıq, amma olur bəzən də o qız. Amma bəzən də bizim rahatlığımız çevrəmizi narahat edir, ətrafımızdakı insanları narahat edir. Bu nə deməkdir? Cəmiyyətdə bizdən çox insanların daha narahat yaşamasıdırmı, yoxsa bizim həqiqətən də rahat olmamızda problem mi var? Orada başqa bir nüanslar var. Ətrafımızdakiləri mənim rahatlığım narahat edirsə, demək ki, o insanın içində özünün bu durumda olma istəyi var, amma bunu edə bilmir. Mən çünki özümdən misal verəcəm, verişin artıq sonuna yaxınlaşırıq. Bunu da şərh etməyi Bunu eşitmir sizin tanışlarınız sabah ətrafınızda. Elə eşitsinlər istəyirəm. Çünki bəzən mənim saatlarla telefona cavab vermədiyim zaman olur. Çəkilişdə oluram, efirdə oluram, xəstə olur, işim olur, səyahətdə oluram, avtomobili idarə edirəm və uyğun görmədiyim zamanlarda telefonuma cavab vermədiyimdə bəzən belə yaxın dostlarımdan kimlərsə mənə yazır ki, sənin üçün çox narahat idim. Yaxşı duyğudur, sənin üçün narahat olan insan. Amma mən hər zaman onlara bir cavab verirəm ki, sizin narahatlığınız məni narahat eləyir. Mən özüm bilirəm harda, nə zaman, kimə cavab. Bəlkə mən çox mənlə başlayan bir cümlə qururam burada. Bunu da şərh eləyə bilərsiniz mütəxəssis olaraq, amma həqiqətən bəzən bizim rahatlığımız çevrəmizi narahat eləyir və son olaraq sizin tövsiyələrinizi istəyəcəm. Elə sevgi ilə bağlı, rahatlıq, narahatlıq, elə mənim son fikrimlə bağlı da şərhinizi istəyəcəm. Orada həqiqətən də baxın, insanlar sizin üçün tədirgin ola bilər, narahat ola bilər. Amma onların narahatçılığı sizə niyə narahat etdi? Bu başqa bir sualdır. Bunu biz müzakirə edərik. Çünki baxın, onlar da o bildirməsələr, sizi axtarmasalar, siz narahat olmazsınız ki, baxın, saatlardır, orada da narahat olacaqsınız ki, bu qədər saatdır mən yoxam. Az əvvəl dediyiniz ayrım yerinə gəlir söhbət ki, burada mövzu ayrılır. Burada məni niyə axtarmırlar, burada məni niyə heç soraqlaşmırlar ki, mən hardayım, neçə saatdır yoxam. Artıq burada bir başqa bir belə deyək. Günel xanım, çox qısa tövsiyənizi istəyəcəm. Biz ayrılan vaxtın sonuna çatdıq. Məncə hər daim sevilsinlər, sevgisini göstərməkdən çəkinməsin, hər kəsə aiddir. Yəni sevib sevilmək çox gözəl duyğudur və bunu bildirib dilə gətirməkdən də çəkinməyin. Çox təşəkkür edirəm. Vaxt ayırdınız, gəldiniz. Dəyərli dinləyicilərimiz, biz təşəkkür edirik. Dəyərli dinləyicilərimiz, Logos Psixoloji və Nitq Mərkəzinin Gənclik Filialının klinik psixoloqu Günel Axundova ilə sevgidən danışdıq. Sevgini müzakirə etdik, sizin dəyərli fikirlərinizi aldıq. Onun üzərində bir mövzunu bu gün sizlərlə bərabər söhbət etdik. Sevgi nə yalnız bir günün simvoludur, nə də yalnız emosional impuls. Sevgi təhlükəsizlik, yaxınlıq və mənəvi bağlanma ehtiyacının kompleks ifadəsidir. Əgər sevgi sağlam bağlanma üzərində qurulursa, o zamanla dəyişsə də dəyərini itirmir. Çünki sevgi təqvim hadisəsi deyil, psixoloji prosesdir. Axşamınız xeyirli, düşüncələriniz stabil olsun. Növbəti efirlərdə yenidən görüşmək ümidi ilə sağ olun, xoş axşamlar, sevgi ilə qalın.